Bismillahirrahmanirrahim. İmam Qazali rahimehullah öz təlif etdiyi Əyyuhəl Vələd kitabında nəsihət olaraq belə buyurur: Ey övlad, səni əmələ və hərəkətə təşviq etməyən elm dəlilikdir. Elm olmadan bir əməl etmək, inancı praktikaya keçirmək mümkün deyildir. Agah ol ki, bugün səni yaxşılığa və salih əmələ sövq etməyən elm sabah səni cəhənnəm atəşindən uzaqlaşdırmaz. Əgər bugün yaxşılıq və salih əməllər etməsən, keçmişdə itirdiklərini geri qazanmaq üçün çabalamasan, sabah qiyamət günündə Ey Allahım, bizi geri göndər də salih əməllər işləyək, deyərək qalar və bu zamanda sənə, ey axmaq, zaten oradan gəlirsən deyə cavab verilər. Ey övlad, bütün mənəvi gücünlə Allaha yönəl. Pis xasiyyətlərin və boş arzuların qaynağı olan nəfsin belini qır və bədənini torpaq olmuş say. Belə ki, əvvəl-axır gedəcəyin yer qəbirstanlıqdır. O qəbirstanlıqda yatanlar hər an sənin onlara qovuşacağın anı gözləməkdədirlər.